Salam kanal izləyiciləri, bugün sizlərlə belə bir blok sualı ilə yenə də qarşınızdayım. Başlayaq sualımıza. Deyək, düzbucaqlı paralelipipedin ən uzaq iki nöqtəsi arasında məsafə 120-dir. Gəlin bir düzbucaqlı paralelipipedimizi çəkməyə çalışaq. Düzbucaqlı paralelipipedimizin ən uzaq iki nöqtə arasındakı məsafəsi. Ən uzaq iki nöqtə arasında məsafə deyəndə nə başa düşürük? Bunu birdən şəkli tamamlayaq. Deməli. Deməli, düzbucaqlı paralelipipedimizi çəkdik. Ən uzaq iki nöqtə arasında məsafəsi nədir? Baxın, hər hansı iki qarşı təpə buradan. Yəni, onun diaqonalı belə deyək. Bura 120-dir. Bu düzbucaqlı paralelipipedin tərəfləri də A, B, hündürlüyü də C olsun. Və deyir ki, hər birinin sahəsi 40 olan ən yaxın iki üzü. Hər birinin sahəsi 40 olan, düzbucaqlı paralelipipeddə ən yaxın 40 olan, bax, buranın məsələn sahəsini götürə bilərəm, buranın sahəsini götürə bilərəm, hansı ki bunlar 40 olsun. Deməli, belə başa düşürük ki, A vurulsun C bərabərdir 40-a. Və ən yaxın iki üz arasındakı məsafə isə 3 santimetrdir. Ən yaxın iki üz, yenə də həmən üzləri götürsək, məsafə. Çünki qonşu üzlər olsa, qarşı üzlər olmalıdır. Qonşu üzlər arasındakı məsafə deyəndə, baxın, bunların arasındakı məsafə deyəndə artıq biz nəyə başa düşürük? Baxın, buradan bura qədər olan məsafəni. Bu məsafə isə 3 santimetrdir. Məsafəmiz isə 3-dür. Yəni, B-miz 3-ə bərabərdir. B-ni də tapdıq 3. Və indi soruşur, bu paralelipipedin səthinin sahəsini tapın. Məlum məsələdir ki, paralelipipedin diaqonalı A kvadratı üstəgəl B kvadratı üstəgəl C kvadratıdır və bu 120-dir. Əgər B-nin yerinə 3 yazsaq, A kvadratı üstəgəl C kvadratı 120-dən 9 çıxsaq 111 eləyir. İndi mən nəyi tapacağıma qərar verim. Paralelipipedin tam səthini axtarıram. 2 vurulsun. AC üstəgəl BC üstəgəl AB. AC-miz var. Hansı ki 40-dır. 2 vurulsun 40 yazacağım. Üstəgəl. BC ilə AB-nin cəmini necə taparam? B-ni mötərizə xaricinə çıxardım. B zaten var. A üstəgəl C-ni tapa bilsəm, mən onu tapa bilərəm. Onu da necə? B 3-dür. A üstəgəl C-ni də hardan tapa bilərik? Axı biz görürük ki, A vur C-miz 40-dır. A kvadratı C kvadratımız da 111-dir. Köməkçi müxtəsər vurma düsturu